Salam, gördüyünüz kimi Bitcoin'in 4 saatlıq qrafikində likvidasiya yuxarıdan alınıb və bu likvidasiya alındıqdan sonra biz qrafiki alırıq 1 saatlıq qrafikə və gördüyünüz kimi burada accumulation, yəni yığım mərhələsi gedib, manipulation olub. İndi biz gözləyirik distribution mərhələsini. Bunun üçün də burada yaranmış if-ə gedən impuls gözləyəcəyik. Qiymət əgər bura gəlib, buradan impuls alarsa aşağı doğru biz short əməliyyatına girəcəyik. Giriş yerimiz bura olacaq. Stop lossumuz impuls şamının üstünə, yəni manipulyasiya şamının üstündə olacaq. Hədəfimiz isə sell side liquidity, yəni aşağıdakı likvidliklər olacaq. Birinci hədəfimiz bura olacaq. İkinci hədəfimiz isə bura. Üçüncü son hədəfimiz isə bu qiymət olacaq. Bu impulsu gözləmək lazımdır. Qiymətin buradan aşağı doğru impuls aldığını görmədən əməliyyata girmirik. Nəticələr Telegram kanalımızda paylaşılacaq. Abunə olmaq istəyən biodakı linkdən istek göndərə bilər.